İyunun 27-sində Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində əsən azərbaycanlı Rusiya vətəndaşları olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda və başqa yerlərdə əməliyyat keçirib. Nəticədə ailə üzvlərindən 2 nəfər öldürülüb, 9 nəfər saxlanılıb. Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatında məsələ ilə bağlı narahatlığını dilə gətirib. Ardınca Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokhovux Xarici İşlər Nazirliyinə çağırılıb və ona kəskin etiraz bildirilib. Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycandakı jurnalistlərə, vətəndaş cəmiyyətinə və fəallara qarşı həbsləri pisləyən bəyanat qəbul edilib. Bəyanatda Azərbaycan rəsmilərinə qarşı sanksiyaların tətbiqinə çağırış edilib. İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin ağır işgəncəyə məruz qaldığı bildirilir. Qurumun yaydığı məlumata görə 6 saylı cəza çəkmə müəssisəsində ona 15 nəfər eyni anda xüsusi amansızlıqla işgəncə edib. Elvin Mustafayev mayın 6-sından bəri cərimə kamerasında saxlanılır. O, narkotik maddələrin satışında ittiham olunaraq 3 il azadlıqdan məhrum edilib. Özü ittihamları qəbul etmir və işçi hüquqları sahəsindəki fəaliyyətinə görə həbs olunduğunu bildirir. İyunun 25-də Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru, siyasətçi Azər Qasımlı həbsdə saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Qasımlının həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması istənilsə də vəsatət təmin edilməyib. Azər Qasımlı hədə-qorxu ilə tələb etmədə ittiham olunur. Özü ittihamın saxta olduğunu və siyasi fəaliyyətinə görə həbs edildiyini bildirir. Erməni Apostol Kilsəsinin baş episkopu və Müqəddəs Mübarizə Müxalif Hərəkatının lideri Baqrat Qalstanyan iyunun 25-də Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Eyni gündə Ermənistanın İstintaq Komitəsi hesabat yayıb. Hesabatda iddia edilir ki, Müqəddəs Mübarizə adlı hərəkatın iştirakçıları və rəhbərləri Ermənistanda terror aktları törətməyi və hakimiyyəti ələ keçirməyə yönəlmiş hərəkətlər həyata keçirməyi planlaşdırıblar. İran və İsrail arasında atəşkəs əldə olunub. ABŞ prezidenti Donald Trump deyib ki, İsrail və İran ona demək olar ki, eyni anda müraciət edərək sülh istədiklərini bildiriblər.